Herkese salam. 1400 il bundan əvvəl Quran-ı Kərimdə işığın sürəti haqqında məlumat verildiyini bilirdinizmi? Elə isə yaxın oturun. Məaric surəsi 4-cü ayədə belə deyilir. Mələklər və ruh ona miqdarı 50.000 il olan bir gündə yüksələr. Yəni, insanların 50.000 ilə gedəcəyi yolu mələklər və ruh bir gündə qət edir. Yəni işıq sürətində, ola bilsin ki, ondan da sürətli hərəkət edirlər. Açırıq kalkulyatoru. 50.000 il vururuq. Bilirsiniz ki, bir ildə 365,4 gün var. 365,4'e vururuq, edir 18.270.000. 18.270.000 də bölürük. Bilirsiniz ki, bugün işığın sürəti 299.796'dır. Simvolik olaraq bunları bölürəm. Siz sadəcə olaraq ipucunu görün. Görün, 1400 il bundan əvvəl ipucunu necə verib kitabda. 299.796 bərabərdir 60. 60 da niyə 60? Bu 61 də ola bilərdi, 59 da ola bilərdi. Və yaxud başqa bir rəqəm ola bilərdi. Niyə 60? Çünki 60 rəqəmi Babil dövründən ta bu günə qədər zamanı simvolizə edir. Düşünürsünüz? Və yaxud zamanı simvolizə etdiyi üçün 60 rəqəminə bölə bilərik. $18.270.000 bölürük 60'a. Edir 304.500. Yəni 304.500 rəqəmini kilometr kimi məsələn simvolizə edə bilər. Yəni bu qədər uyğun gəlməsi sizə nə deyir? Düzdür, başqa bir o 1000 il söhbəti də var Quran-ı Kərimdə. Onu sonra, o sirrini sorasızam. Sadəcə fikirləşin, bu nə deməkdir?